o boyda sərhəd xidmətinin rəisi olasan. O boyda general polkovnik olasan. Hansı ki general polkovnikdən daha yüksək rütbə yoxdur. Amma bu boyda ürəyin ola. Elçin Quliyev qorxusundan Almaniyada qarşıma çıxmadı. Bakıdan basa-basa Almaniyanın Aachen şəhərinə gəlmişdi ki, Atçılıq Federasiyasının at şousunun başında olsun. Amma stadiona mənim qorxumdan gəlmədi. Çünki mən demişdim ki, etiraz aksiyası keçirəcəm və ona dünyanın neçə bucaq olduğunu göstərəcəm. O da burada deyib ki, bəs Tural Sadıqlının adamları məni stadionda öldürə bilər. Narahatam gəlmirəm. Və Azərbaycan atçılarının həmin stadionda 2 şousu oldu, heç birində iştirak eləmədi. Stadiona girmədi. Qorxdu, qaçdı, getdi. Mən qorxmadım, hansı ki hakimiyyətin yaltaq jurnalistləri, Mirşahinlər deyir ki, bəs Tural Sadıqlı gizlənib. Mən nətər gizlənmişəm ki, əvvəlcədən elan edirəm ki, gələcəm, etiraz eləyəcəm. Əvvəlcədən elan edirəm ki, Elçin Quliyevin qaldığı otelə gələcəm. Və sonra da gəlirəm, onun da videosunu çəkirəm. Amma bu geydirmə general mənim videomdan sonra oteldən də qaçır. Cənab dırnaqarası Ali Başkomandan, budur sənin generalların. Hə, onu da deyim, mənim bir neçə videomdan və Elçin Quliyevin qaldığı otelə getdikdən sonra Almaniyada polis həm həmin otelə, həmçinindəki at şousunun keçirildiyi stadiona 2 gün müddətində yaxınlaşmağı qadağan etdi. Çünki Elçin Quliyev şalvarını batırmışdı. Bu qadağaya və mən sonuncu şouya getməmə rəğmən Elçin Quliyev qorxusundan yenə gəlmədi stadiona. Və buradan bildirirəm ki, aksiya artıqlaması ilə baş tutmuşdur. Elçin Quliyevə stadiona girməyə mane oldum. Mən icazə verə bilmərəm ki, əlimdə imkan varsa, gəlib burada da əlinizi qolunuzu sallayıb rahat gezəsiniz. Yaxanızdayam sizin. Qanuni yolla, sözlə. Mənim silahım sözdür. Sizin kimi zorakı, vəhşi deyiləm mən.